sizə John von Neumann arxitekturası, yəni arxitektura anlayışı haqqında məlumat vermək istəyirəm. Deməli, John von Neumann arxitekturası, yəni arxitektura anlayışı John von Neumannın təklif etdiyi arxitektura, ilk öncə biz onun sxemini görə bilirik. Sistem interfeysi ilə əlaqələndirilmiş mikroprosesor, yəni burada mərkəzi və ilk öncə periferiya hissə mövcuddur. Mərkəzi hissədə mikroprosesor və daxili yaddaş qurğuları yerləşir. Daxili yaddaşında bilirik ki, içərisində həm əməli, həm də daimi yaddaş yerləşmiş olur. Sistem interfeysi ilə əlaqələnən digər bir hissəsi periferiya hissədir. Biz bilirik ki, periferiya hissədə də yerləşən əlavə qurğulardır, yəni kompüterə qoşulan digər qurğulardır. Kompüterə qoşulan qurğular içərisində biz xarici yaddaş qurğusunu, daxil etmə, xaric etmə qurğularını və idarə pultunu görə bilərik. Bu iki sistem John von Neumann arxitekturasına görə sistem interfeysi ilə əlaqələndirilir. Arxitektura dedikdə, yəni struktur və arxitektura anlayışları ümumiyyətlə bir-birindən fərqli anlayışlardır. Yəni arxitektura, struktur dedikdə kompüterin əlaqə hissələri, tutaq ki, qovşaqlar, qurğular, bloklar, kompüterə qoşulan əlavə hissələr başa düşülürsə kompüterin strukturunda, amma kompüterin arxitekturası tamamilə başqa bir anlayışdır. Yəni həmin kompüterin hissələrinin, qovşaqlarının, əlaqə bloklarının hansı qayda ilə yerləşməsi başa düşülür. Yəni hansı nizamla, hansı əlaqə vasitəsilə, əlaqə strukturu ilə onlar bir-biri ilə əlaqələndirilib. Yəni arxitektura anlayışı John von Neumann arxitekturasına görə burada əsas rolu oynayan kompüterin qiyməti, tətbiq sahəsi, funksional imkanları, istismar azadlığı və s. başa düşülür. Kompüterin strukturu isə dediyimiz kimi onların əlaqə blokları, qovşaqları, kompüterə qoşulan qurğular, bunlar bizim üçün aydın olur. Sadəcə burada diqqət edilən məqam kompüterin əlaqə qurğularının bir-biri ilə əlaqə yaratması, yəni hansı sxem üzərində hərəkət edir. Bu da bayaq qeyd etdiyimiz Neumann arxitekturasında mövcuddur. Yəni John von Neumann 40-cı illərdə kompüter arxitekturasını bizim üçün deməli göstərmişdir. Kompüterin arxitekturası dedikdə burada ilk etapda hesablama məntiq imkanları, aparat vasitələr, proqram vasitələr. Bilirik ki, aparat vasitələr hardware, proqram vasitələr isə software adlanır. Yəni kompüterin arxitekturasında hesablama və məntiq imkanlarından əlavə aparat proqram vasitələri də mühüm rol oynayır. Hesablama məntiq imkanlarının içərisində burada var əmrlər sistemi. Bilirik ki, əmrlər sistemi anlayışı prosesora aiddir. Verilənlərin formatlarıdır, işləmə sürətidir, kompüter hansı sürətlə işləyir, bu əlbəttə ki, hər bir kompüter üçün önəmlidir. Aparat vasitələrdir, yəni aparat vasitələr bilirik ki, kompüterin orada strukturudur, giriş-çıxışın təşkilidir, yəni idarə etmə prinsipləridir, yaddaşın təşkilidir əlbəttə ki. Burada kompüterin yaddaşı, bilirik ki, yaddaşının tutumu, yaddaşının hansı həcmdə olması, giriş-çıxışın təşkili, təbii ki, burada giriş-çıxış qurğuları ön plandadır və əsasən proqram vasitələri. Proqram vasitələri burada yerləşir əməliyyat sistemləri, proqramlaşdırma dilləri, tətbiqi proqramlar. Tətbiqi proqramlar proqram təminatının əsas bir hissəsini təşkil edir. Yəni müəyyən tip məsələlərin həlli bura üçün xarakterikdir. Əməliyyat sistemləri kompüterin əsasını təşkil edir. Yəni kompüter ilk açılan andan bizim deməli qarşımıza çıxan ilk proqram vasitəsidir. Yəni heç bir kompüteri əməliyyat sistemsiz təbii ki, təsəvvür etmək olmaz. Proqramlaşdırma dilləri isə kompüterdəki proqramların hansı dildə yazılmasından asılı olaraq burada müxtəlif növ proqramlaşdırma dilləri bilirik ki, mövcuddur. Kompüterin deməli arxitekturasına görə biz onun yaddaşını, proqramını, orada avtomatizm, ünvanlılıq, ünvan dəyişmə kimi xüsusiyyətləri mövcuddur. Yəni yaddaş dedikdə kompüterin yaddaşını nəzərə salsaq biz bilirik ki, kompüterdə emal olunan hər bir informasiya yaddaşda saxlanılır. Proqram dedikdə, bayaq da qeyd elədik ki, kompüteri proqramsız təsəvvür etmiş olmaz. Yəni, proqramın köməyi ilə kompüterdə informasiya emalı gedir. Ünvanlılıq, yəni emal olunan informasiya müəyyən ünvanlarda yerləşdirilir. Yəni, emal zamanı proqramlar özləri yox, ünvanlarda yerləşdirilir. Avtomatizm, yəni avtomatik olaraq kompüterdə ardıcıl olaraq proqramın yerləşdiyi ünvanlar mövcuddur. Ünvan dəyişmə isə, yəni yaddaş göstərilən ünvanlardan, tutaq ki, proqram təlimatlarına əsasən hesablana və dəyişdirilə bilər. Yəni burada yaddaş, proqram, avtomatizm, ünvanlılıq və ünvan dəyişmə kimi xüsusiyyətləri vardır. Kompüterin strukturu, arxitekturasında biz bu məsələlərə diqqətlə yanaşmalıyıq.
Neyman arxitekturası, John von Neumann bilirik ki, burada Neymannın fikrinə görə əsas məsələ istifadəçi üçün kompüterin hansı elementlərlə qurulması deyil. Yəni, bundan əlavə əsas əhəmiyyət olaraq biz 5-ci nəsil kompüterlərdə, əsas bugünkü günümüzün kompüterlərində bunu görə bilirik. Yəni, keçən 1940-cı ildən deməli biz John von Neumann arxitekturasını əsasən götürürük müasir kompüterlər üçün. Yəni, bu kompüterlərin əsas prinsipi onların hansı prinsiplə, kompüterin əlaqə qovşaqları qurğusunun hansı prinsiplə əlaqələnmə məsələsidir. Yəni, kompüterdə olan qurğular, əlaqə qovşaqları, onlar hansı prinsiplə bir-biri ilə əlaqələnib. Buna uyğun olaraq biz John von Neumann arxitekturasını verə bilərik. John von Neumannın ilk təşrif etdiyi məsələ kompüter proqramla idarə olunan avtomatdır. Yəni, kompüterin işləməsi üçün əlbəttə ki, proqram lazımdır. Digər bir məsələ, kompüter bir tərəfdən, deməli, proqram bir tərəfdən kompüterin işini idarə edirsə, digər tərəfdən də həmin qoyulmuş məsələni həll edir. Ardıcıl ünvanlanan yaddaşa malik olmalıdır. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Yaddaş bir ölçülü və xəttidir. Yəni, buradakı sözlər vektor şəklindədir. Bilirik ki, kompüterin yaddaşında informasiya bitlər vasitəsilə emal olunur, 0-1-lər vasitəsilə və Neumann arxitekturasına görə bayaq qeyd elədiyimiz mərkəzi və periferi hissə və arada əlaqələndirilən sistem interfeysi vardır. Mərkəzi hissəni görürük ki, bayaqki sistemdə qeyd elədik hesab məntiq qurğusu, idarə qurğusu və daxili yaddaş qurğusundan ibarətdir. Bunların hər biri də bir-biri ilə əlaqələndirilir və üçünü, yəni bu üçü birlikdə mərkəzi hissəni ifadə edir. Digər periferi hissədə isə giriş-çıxış qurğularıdır, idarə pultudur və xarici yaddaş qurğusudur ki, deməli, mərkəzi və periferi hissəni bir-biri ilə dedik ki, ortada sistem interfeysi əlaqələndirir. Gəldik, deməli, Neumann arxitekturasında bir də EHM-lərin nəsilləri, elektron hesablama maşınlarının nəsilləri yerləşir. Elektron hesablama maşınlarının nəsilləri dedikdə, yəni onların bugünkü günümüzə qədər keçdiyi inkişaf yolu, element bazalarında dəyişikliklər, qabarit ölçülərində, surətlərində olan dəyişikliklər ön plana çıxır. Kompüterin nəsilləri biz bilirik ki, dövrümüzə qədər gəlib çatan, bugünkü gün istifadə etdiyimiz kompüterlərdən çox-çox fərqlənən ilk etapda istifadə olunan kompüter bundan çox-çox fərqlənirdi. Bunlar hansılardır? Bir-bir kompüterin nəsilləri ilə tanış olaq. İlk öncə birinci nəsil EHM-lərdən danışsaq, birinci nəsil EHM-lərin element bazaları elektron lampalar idi. Yəni, element bazalarına görə qabarit ölçüləri çox böyük, eyni zamanda sürəti həddindən artıq aşağı, işləmə sürəti aşağı. Burada 1940-1958-ci illəri əhatə edən kompüterlər nəzərdə tutulur. Bu elektron hesablama maşınları əlbəttə ki, dediyim kimi, çox aşağı sürətli, burada yerləşən məlumatların emalı demək olar ki, mümkün deyildi. Yəni, buna görə də birinci nəsil EHM-lərin, elektron hesablama maşınların istifadə dairəsi həddindən artıq az idi, yəni aşağı idi. Buna aiddir MESIM, BESIM kompüterlər, ENIAC-lar və digər başqa kompüterlər göstərilir. İkinci nəsil EHM-lər, yəni elektron hesablama maşınları isə 1959-cu, 63-cü illəri əhatə edir. Nisbətən birinci nəsil EHM-lərə görə daha təkmilləşdirilmiş, işləmə sürəti daha böyük, qabarit ölçüləri bir o qədər kiçildilmiş, müəyyən məsələləri asanlıqla yerinə yetirilə bilən, artıq burada proqramlaşdırmadan istifadə olunmağa başlanmışdır. Element bazaları yarımkeçiricilər, tranzistorlar idi və burada ikinci nəsil EHM-lərdə artıq alqoritmik dillərdən istifadə edilməyə başlamışdır. BESIM 6, Dnepr 1 kimi paket emalı rejimdə işləyən kompüterlər ikinci nəsil EHM-lər üçün xarakterikdir. Üçüncü nəsil EHM-lər, yəni elektron hesablama maşınları isə 1964-72-ci illəri əhatə edir. Artıq üçüncü nəsil EHM-lərdə deməli, element bazaları integral sxemlər götürülürdü, daha da işləmə sürəti yüksək, daha təkmilləşdirilmiş və ölçülərinə görə daha da kiçildilmiş kompüterlər xarakterikdir. Burada deməli, artıq kompüterin öz daxili strukturu da müəyyən qədər dəyişilmiş, daha da təkmilləşdirilmişdir. Burada deməli, artıq displeyli EHM-lərdir, tutaq ki, IBM 360-370 EHM-lər burada mühüm rol oynayır. Yəni, artıq digər nəsillərə görə işləmə sürəti xeyli artmışdır.
Dördüncü nəsil EHM-lər isə artıq 1973-cü ildən sonrakı dövrü, 81-ci ilə qədər olan dövrü əsasən əhatə edir. Burada çox böyük integral sxemlər element bazası olaraq göstərilir. Yəni artıq əməli yaddaşlı, deməli biz elektron hesablama maşınlarından danışa bilərik. RAM-ın burada deməli artıq surəti, onun yaddaşının tutumu və burada artıq çox prosesorlu hesablama sistemlərinin yaradılmasıdır. Xüsusilə burada böyük integral sxemlər artıq fərdi kompüterlərin yaranmasına, artıq kütləvi şəkildə aparat proqram vasitələrdən istifadənin təşmilləşdirilməsində mühüm rol oynamışdır. Artıq biz 5-ci nəsil dedikdə, 5-ci nəsil elektron hesablama maşınları dediyimiz kimi, deməli, burada süni intellektli elektron hesablama maşınlarıdır ki, yəni bu elektron hesablama maşınları üçün biz əvvəlcələdən kompüterləri deyiriksə, artıq bunu qeyd etmirik. Ona görə də biz deməli 5-ci nəsil EHM-lər üçün süni intellektli elektron hesablama maşınları, burada artıq smart və plug and play, Lütfizadə nəzəriyyəsinə əsaslanan kompüterlərdən söhbət gedə bilir. 1981-ci ildən sonrakı dövrü əhatə etmiş olur. Deməli, artıq burada elektron yaddaşlı kompüterlər bizim üçün ön plandadır. Kompüterin daxili qurğularına, fərdi kompüterlərin daxili qurğularına nəzər salsaq isə, burada şinlər, kontrollerlər, RAM-lar və digər qurğuları nəzərdə tuturuq. Şin bilirik ki, kompüterlərin kompüterlərin qurğularını, giriş-çıxış qurğularını hansı vasitə ilə əlaqələnirsə, bu şin qurğusudur ki, burada müəyyən müxtəlif növ şinlər, EISA, ISA şinləri və digərləri ön plandadır. Deməli, prosesorlar, prosesor dedikdə əsasən prosesor kompüterin beyni hesab edilir. Yəni, prosesorda iki tip məsələ, bir idarə etmə, bir də hesab məntiq qurğusu prosesorun iki əsas hissəsini təşkil edir. Deməli, Central Processing Unit, CPU və ALU. Deməli, burada əsasən idarə etmə qurğusu həmin prosesləri idarə edir, hesab məntiq qurğusu isə hesablama əməliyyatlarını yerinə yetirir. Kontroller isə deməli kompüterin giriş-çıxış qurğularına belə deyək ki, əlaqələndirir, yəni onları idarə edir, yəni kontrol edir adından da göründüyü kimi. Burada klaviatur ola bilər, mouse, printer, digər qurğular nəzərdə tutulmuşdur. Fərdi kompüterlərin deməli istehsal edən şirkətlər içərisində biz Apple və IBM şirkətlərini əsasən götürürük. Apple şirkəti deməli Amerika Birləşmiş Ştatlarında yaradılmış, əsasən orada daha çox istifadə olunan, təbii ki, günümüzdə Apple kompüterlərdə çox istifadə olunur, amma dünya səviyyəsinə baxdıqda biz IBM tipli kompüterləri daha çox görmüş oluruq, nəinki Apple tipli kompüterləri. Deməli, Macintosh firması, deməli Apple firmasının kompüterlərini biz Macintosh firmasına aid edirik. Deməli, IBM tipli, PC tipli kompüterlər isə, deməli, bunlar daha çox dünyanın müxtəlif hissələrində, Asiya, Afrika ölkələrində daha çox istifadə olunan IBM tipli kompüterlərdir. Ümumiyyətlə, fərdi kompüterlərin biz notebook, laptop, Palm Top və digər tipləri ilə rastlaşırıq. Bu da fərdi kompüterlərin müxtəlif formaları, ölçülərinə görə daşına bilir, asanlıq olsun deyə. Yəni, bu tipli ölçülərdə müxtəlif növ fərdi kompüterlər, desktop tipli fərdi kompüterlər və başqalarını görə bilirik. Demək, kompüterlərin yaddaşında deməli istifadə olunan, emal olunan informasiya 0-1-lərlə, yəni ikilik kodlarla təsvir edilir. Kompüterin ikilik kodlarla təsvir edilməsi zaman deməli ikilik say sistemindən istifadə olunur. Hər 0-1-lər bir bit hesab olunur burada. Deməli, bit binari digit deməkdir. Kompüterdə minimal yaddaş vahidi hesab olunur. Keş yaddaş kompüterin əməli yaddaşa müraciəti sürətləndirmək üçün istifadə etdiyi əlavə yaddaş növüdür, amma bir o qədər də sürətli yaddaşdır. Keş yaddaş deməli iki səviyyəli olur, level 1 və level 2. Level 1 keş yaddaş prosesorun daxilində, level 2 isə prosesorla RAM arasında yerləşir. Yəni level 1 birinci səviyyəli deməli keş yaddaş, level 2 isə ikinci səviyyəli keş yaddaş hesab olunur. BIOS Basic Input-Output sistemdir, yəni giriş-çıxış baza sistemidir. Bu birbaşa kompüterin diaqnostikasını təşkil edir. Eyni zamanda sistem blok daxilində fərdi kompüterlə əməliyyat sistemləri arasında, əməli yaddaş arasında əlaqə hissəsini yaradan bir də interfeyslər mövcuddur ki, biz interfeyslər deyəndə ATA, serial ATA, CCC deməli interfeyslərini misal göstərə bilirik.
Son illər istifadə olunan yaddaş qurğularına biz hər birimizin tanış olduğu flash disklər daha çox istifadə olunur kiçik ölçüsünə görə. Bununla yanaşı CD-lər, DVD-ləri biz tutumlarına, fərqliliklərinə görə biz hər birindən istifadə edə bilərik. CD-lər adətən DVD-lərə görə aşağı yaddaş qurğusudur. Yəni ki, burada tutumu nisbətən DVD-lərə görə aşağıdır. Amma DVD-lərdə isə məlumat tutumu 4 GB-a qədər olur. Daha yüksək yaddaş tipinə malikdir. Adətən videoların yazılması DVD-lər üçün xarakterik olur. Xarici yaddaş qurğusu kimi biz bilirik ki, bir sərt maqnit diskindən, floppy disklərdən, tutaq ki, digər Winchesterlərdən istifadə olunur. Winchester dedikdə bu fərdi kompüterlərə əsasən maqnit disk qurğusudur və həddindən artıq əhəmiyyətli, keyfiyyətli disk qurğusudur, yaddaş qurğusudur. Sərt maqnit diski isə bu floppy disklər hesab olunur, A sürücüsüdür. Yəni burada 1,44 MB həcmə malik olan sərt maqnit diski yerləşir. Bu isə deməli ID, serial ata, CCS interfeysindən burada istifadə olunur. Diqqətinizə görə təşəkkür edirəm.